Xoş gəlmisiniz. Bəli, yəni mən birbaşa ilə sizə müraciət edirəm. Sizin daim yeni nəsə öyrənməyə can atan, belə qısa zamanda məsələnin əsl məğzini anlamağı sevən biri olduğunuzu, yəni çox yaxşı bilirəm. Siz, belə deyək, o insanlardansınız ki, saatlarla uzanan quru mühazirələr yerinə O aha dedirdən qavrayış anlarını kəşf etməkdən zövq alırsınız. ay sağ ol, tam olaraq elədir. Buna görə də bugün sizin üçün çox fərqli və bir o qədər də düşündürücü bir dərin təhlil hazırlamışıq. Bu dəfəki mövzumuz ilk baxışda bəlkə də sadəcə məktəb illərindəki riyaziyyat dərslərini və ya hansısa imtahan suallarını xatırlada bilər, Amma əslində insan beyninin fəza və zamanı necə qavraması ilə bağlı çox fundamental bir kör nöqtəni ortaya qoyur. Böyük bir illüziyanı. Bəli, böyük bir illüziyanı. Söhbət riyazi məntiqin ən maraqlı, bəzən də ən çox çaşqınlıq yaradan sahələrindən biri olan, deməli, ağaclar və aralıqlar, eləcə də kəsimlər və hissələr mövzusundan gedir. Bugünkü təhlilimiz üçün müxtəlif riyaziyyat müəllimlərinin, xüsusən də yəni bu MİQ və sertifikasiya imtahanlarına hazırlıq keçən təlimçilərin qeydlərini, video materiallarını bir araya gətirmişik. Lakin dərhal qeyd edim ki, bizim buradakı missiyamız Hansısa quru düsturları əzbərləmək deyil. qətiyyən, məqsədimiz bu qaydaların arxasında dayanan o fiziki reallığı, yəni niyyəsini anlamaq və həyatda, məsələn, lap elə dərman qəbul edərkən və ya nəsə kəsərkən bu məntiqin necə işlədiyini görməkdir. Və bunun füsunkar tərəfi bilirsiniz nədir? Odur ki, biz burada sadəcə yol kənarındakı ağacları saymırıq. Biz əslində obyektlərin və, belə deyək, boşluqların məkanla, zamanla necə qarşılıqlı əlaqədə olduğunu kəşf edirik. Bizim beynimiz təkamül olaraq həmişə obyektlərə fokuslanmağa proqramlaşıb, yəni boşluqlara yox. Düzdür. Biz əşyanın özünü görürük, amma arasındakı boşluqları qavramağa qarşı sanki körük. Gəlin elə bunu aydınlaşdıraq. Düz xətt məntiqi üzərindən başlayaq. Təhlil etdiyimiz materiallarda deməli ən təməl qayda təqdim olunur. Əgər siz düz bir xətt boyunca ağac əkirsinizsə, ağacların sayı həmişə aralıqların, yəni o boşluqların sayından bir vahid çox olur. Tamamilə. İndi məsələn, təsəvvür edin 100 metrlik bir yoldur və hər 4 metrdən bir elektrik dirəyi bastırılır. İndi beyin avtomatik nə indir? 100-ü bölür 4-ə, deyir ki, hə, 25 dirək lazımdır. Dırmaq çox sadədir. Birinci ağacı ya da dirəyi əkəndə siz heç bir məsafə qət etmirsiniz. O birinci ağac sizin sıfır nöqtənizdir. Ortada hələ heç bir aralıq yoxdur. Yalnız ikinci ağacı əkdikdə o ilk aralıq yaranır. Ay sağ ol. Yəni 5 ağac əkərsinizsə cəmi 4 aralıq olacaq. 5 çıxış 1, bərabərdir 4. Odur ki, o 100 metrlik yolda bayaq dediyiniz 25 aralıq var. Amma sıfırıncı nöqtədəki o ilk dirəyi də nəzərə alanda Bizə 26 dirək lazım gəlir. Bəli, yəni 25 üstəgəl 1. İnsan beyni bax bu ilk nöqtəni, o sıfır anını itirməyə çox meyillidir. Amma materiallarda çox qəribə bir tələ də var idi. Bilmirəm, ona diqqət etdinizmi? o yolun hər iki tərəfi məsələsini deyirsiniz yəqin. Elə məhz onu. Yəni məsələnin şərtində deyilir ki, yolun hər iki tərəfinə dirək bastırılır. İnsanların çoxu, yəni o bir vahid xətasını düzəldib 26 dirəyi tapır, sevinir ki tapdım, amma konteksti itirirlər. Unudurlar ki, Yolun axı iki tərəfi var. Yəni tapdığın o 26-nı da gərək 2-yə vurasan ki, cəmi 52 dirək eləsin. Bu, mənbələrdə ən çox vurğulanan çaşdırıcı məqamlardan biridir. O xırda detallar, söz oyunları oxuyarkən necə böyük fərq yaradır. həqiqətən elədir. Məlumatı vərəqdəki abstrakt rəqəmlər kimi yox, beynində o mənzərəni, küçəni canlandıranda o xətanı etmirsən. Yaxşı, bəs mənzərəni biraz daha daraltsaq necə? Bayaq bütün yolu hesabladıq. İndi belə bir maraqlı sual qoyaq ortaya. Bəs bizdən sadəcə, məsələn, 3-cü ağacla 8-ci ağac arasındakı məsafə soruşulsa necə? İnsanlar yenə o +1 və ya -1 düsturlarına qaçıb özlərini çaşdırmalıdırlar. Yox, qətiyyən. Baxın, burada məntiq inanılmaz dərəcədə sadələşir. Belə vəziyyətlərdə, yəni siz artıq müəyyən bir sıranın segmentin içindəsinizsə, sadəcə rəqəmləri bir-birindən çıxmaq kifayətdir. 8 çıxılsın 3, bərabərdir 5 aralıq. Yəni əlavə nəsə toplamağa və ya çıxmağa heç bir ehtiyac yoxdur. Ehtiyac yoxdur, bəli. Çünki siz artıq prosesin ortasındasınız və o 3-cü ağac sizin yeni sıfır nöqtəniz olur.
Təsəvvür edin, əgər hər ağac arasında 4 metr məsafə varsa, o 3-cü və 8-ci ağac arasındakı məsafə, yəni tapdığımız o 5 aralıq vurulur 4-ə, edir 20 metr. Bunu vizual olaraq beyninizdə canlandırsanız, heç barmaqla saymağa və ya xüsusi şəkil çəkməyə ehtiyac qalmır. Bəli, yəni çox sadə riyaziyyatdır. Düz xətt boyunca obyektlər və aralıqlar. Bura qədər əla. Amma indi məsələ həqiqətən maraqlı olur. Çünki biz bu düz xətt məntiqini fiziki məkandan, yəni uzunluqdan çıxarıb zaman anlayışına keçirəcəyik. Ağaclar yerinə zaman aralıqlarını sayacağıq. Bax, mənim ən sevdiyim hissə də budur. Çünki fəza vizualdır, onu görürük. Amma zaman mücərrəddir deyə, beyin burada daha çox tələyə düşür. Özdən necə düşür? Həyatdan elə sadə bir nümunə gətirim, təhlil etdiyimiz materiallarda da var idi. Xəstələnib həkimə getmisiniz, həkim sizə 4 ədəd dərman yazıb və deyib ki, bunu hər 3 saatdan bir iç. İnanıram ki, çox insanın beyni avtomatik olaraq riyaziyyatı belə qurur. 4 dərman var, hər 3 saatdan birdirsə 4 vur 3 edir 12 saat. Çox adam deyir, hə, proses 12 saat çəkəcək. Aha, və tamamilə yanlışdır. Elədir. Bəs niyə səhvdir? Çünki bayaq izah etdiyimiz o sıfır nöqtəsi məntiqi burada da keçərlidir. Baxın, ilk dərmanı içəndə siz heç bir saat gözləmirsiniz. Onu dərhal qəbul edirsiniz. Yəni, o sizin birinci ağacınızdır, başlanğıc anınızdır. Saat hələ sıfırdır. Dərhal atıram o dərmanı, bəli. Bəli, yerdə neçə dərman qalır? Cəmi 3 dərman və təbii ki, 3 gözləmə aralığı. Deməli, 3 aralıq vurulsun 3 saat, edir 9 saat. Siz prosesi 12 saat yox, 9 saat ərzində tamamlayırsınız. Biz sadəcə obyektləri, yəni dərmanları saymağa meyilliyik, onların arasındakı gözləmə boşluqlarını unuduruq. Bu məni doğrudan da çox güldürmüşdü. Biz zamanı belə səhv idarə edirik. Materiallarda daha bir oxşar nümunə var idi, o da çox vurğulayıcıdır. Deyək ki, hansısa qələbə günüdür və hər 4 saniyədən bir atılan 8 yayılım atəşi planlaşdırılıb, insan tezi yenə 8-i 4-ə vurub 32 saniyə deyir. Amma artıq bilirik ki, ilk atəş dərhal atılır. Güm səsi gələn o an 0-cı saniyədir. Ay sağ ol, yerdə qalır 7 atəş və ya 7 aralıq, 7 vur 4 edir 28 saniyə. Yəni, bax, bizi dinləyənlərə səslənirəm, bu gündəlik həyatımızda belə necə tez-tez yanıldığımızı göstərir. Elə deyilmi? Bir hesabat hazırlayanda, layihə təhvil verəndə biz hadisələri sayırıq, aradakı zaman boşluqlarını yox. Elə buna görə layihələr həmişə gecikir də, çünki biz o zaman keçidlərini düzgün hesablaya bilmirik. Yaxşı, bəs biz bu qaydaların formata görə necə dəyişdiyinə baxsaq, yəni düz xətti anladıq. Bəs yol düz olmasa, bir dairə, üçbucaq və ya hər hansı qapalı kvadrat forması alsa necə olar? Bax, burada artıq o bayaq öyrəndiyimiz -1 və ya +1 qaydası tamamilə yoxa çıxır. Yoxa çıxır. Niyə? Çünki xətt qapanır. Siz düz yolda gedib sonuncu ağacı əkəndə aralıq yaranmır daxı. Amma fiqur qapalıdırsa, o sonuncu ağacı əkdiyiniz an, o sonuncu ağacla ilk əkdiyiniz ağac arasındakı o məsafə qapanır, öz-özünə bir sonuncu aralıq formalaşır. Yəni, qapalı fiqurlarda ağacların sayı elə aralıqların sayına bərabər olur. Çox məntiqlidir. Başlanğıcla son görüşür deyə əlavə düstura ehtiyac qalmır. Tam olaraq. Məsələn, perimetri 60 metr olan dairəvi bir bağda, lap elə üçbucaq olsun, fərq etməz, 5 metrdən bir ağac əkilsə, 60-ı 5-ə bölürsünüz, cəmi 12 aralıq və dəqiq 12 ağac olacaq. Heç nə gəlib çıxmırıq, çox rahatdır. Amma o mənbələrdəki xüsusi kompleks bir məsələ var idi. Bax, o mənim diqqətimi çox çəkdi. Asimetrik bağ məsələsi. Aha, o tərəfləri fərqli olan məsələ. Bəli, bəli. Təsəvvür edin, tərəfləri 24 metr, 36 metr və 48 metr olan üçbucaq formalı bir bağımız var. Və bizdən tələb olunur ki, bu bağın ətrafına ağaclar əkək, amma şərt budur ki, həm ağaclar arasındakı məsafə bərabər olmalıdır, həm də biz ən az sayda ağac əkməliyik. Bu artıq belə sadə məktəb sualından çıxır, birbaşa resurslara qənaət, optimallaşdırma sualı olur. Çünki ən az ağac, ən az büdcə deməkdir. Biz bunu necə həll edirik? Baxın, bu sualın həlli çox praktikdir. Biz ən az sayda ağac əkmək istəyiriksə, o deməkdir ki, ağaclar arasındakı məsafəni ən çox, yəni maksimum götürməliyik. Amma eyni zamanda o məsafə həm 24-ə, həm 36-ya, həm də 48-ə tam bölünməlidir ki, künclərdə problem yaranmasın.
Aha, deməli bizə ortaq bir rəqəm lazımdır. Bəli, məktəb illərindən tanıdığımız EBOB, yəni ən böyük ortaq bölən. 24, 36 və 48 rəqəmlərinin hər üçünə qalıqsız bölünən ən böyük rəqəm 12-dir. Deməli, bizim optimallaşdırılmış məsafəmiz 12 metr olmalıdır. Ağaclar 12 metrdən bir əkilməlidir. Əla, məsafəni tapdıq. Bəs ümumi ağac sayını necə tapırıq? Çox sadə. Qapalı fiqur olduğu üçün bağın perimetrini topluyoruq. 24 üstəgəl 36 üstəgəl 48 edir 108 metr. Və o 180-i bölürük, tapdığımız o 12-yə. Cavab olur 9 ağac. Yəni sadəcə 9 ağacla biz bütün o böyük bağı bərabər məsafə qormaqla tam əhatə edə bilirik, həm də ən az xərclə. ISO. Bu sadəcə riyaziyyat deyil. Bu optimallaşdırma və resurslara qənaət üçün mükəmməl bir real həyat tətbiqidir. Təsəvvür edin, kimsə məsafəni 6 metr götürsəydi, yenə tam bölünəcəkdi. Amma bu dəfə 2 qat çox, 18 ağac almalı olacaqdı. Boş yerə xərc. Dəhşət, yəni o xırda məntiqi qura bilməmək iqtisadiyyata necə zərbə vurur. Və yeri gəlmişkən iqtisadiyyat, büdcə demişkən ağac və zaman məntiqini indi də gəlin əşyaların kəsilməsinə, hissələrə ayrılmasına tətbiq edək. Çünki mənbələrdə xüsusi kəsimlər və hissələr mövzusu var idi. Məsələn, taxta kəsmək və ya parça kəsmək. Aha, burada da təməl bir qayda var ki, həmişə bizim gözümüzdən qaçır. Kəsimlərin sayı həmişə hissələrin sayından bir vahid az olur. Bir vahid az. Bəli, bunu vizuallaşdırmaq çox asandır. Əlinizdə bir kəndir var, ona ortadan cəmi bir dəfə qayçı vurursunuz. Neçə hissə yaranır? 2 hissə yaranır. Tamamilə. Yəni, bir kəsim etdiniz, amma 2 hissə aldınız. Əgər bir taxtanı 8 bərabər hissəyə ayırmaq lazımdırsa, onu 8 dəfə müşarlamağa ehtiyac yoxdur axı. Cəmi 7 dəfə kəsmək kifayətdir. Çünki o sonuncu, yəni 7-ci kəsimi etdiyiniz an, qalan parça onsuz da özlüyündə 2 yerə ayrılıb, sonuncu hissəni yaradır. O dərzi məsələsi var idi materiallarda və o məni çox düşündürdü, dərzi problemi. Mən oxuyanda fikirləşdim ki, görəsən həyatımda neçə dəfə belə artıq pul ödəmişəm. Küllürəm mən buna həmişə, çünki iqtisadi olaraq məntiqi necə dəyişir adamın. Elədir. Baxın, dərziyə parça aparmısınız, deyirsiniz ki, bunu mənim üçün 4 bərabər hissəyə böl. Dərzi də qayıdır ki, mən hər kəsimə görə 1 manat 50 qəpik alıram. Adam beynində tez hesablayır, 4 hissə istəyərəm, deməli 4-ü vurun 1 manat 50 qəpiyə, edir 6 manat. Və 6 manatı ödəyir. Halbuki o dərzi o parçanı 4 hissəyə ayırmaq üçün qayçını cəmi 3 dəfə vuracaq. Ay sağ ol, 3 dəfə. Bəli, yəni o axırıncı kəsimə onsuz da ehtiyac yoxdur. Və siz ona 4 hissəyə görə yox, əslində 3 kəsimə görə pul ödəməlisiniz. 3 vur 1,30 edir 4 manat 50 qəpik. Yəni 6 manat yox, 4 manat 50 qəpik ödəyəcəksiniz. Nəticəni yox, prosesi, o əməyi hesablamalısınız. Bu həqiqətən, yəni eyni ilə tort kəsəndə də belədir. 2 dilim istəyirsənsə bir dəfə kəsirsən. Bütün bunlar sadəcə imtahan sualları deyil, Mən istəyirəm bunları qısaca yekunlaşdıraq. Baxın, biz öyrəndik ki, düz xətlərdə o mənfi bir qaydası var, ağac və aralıq fərqi. Sonra zaman aralıqlarını öyrəndik, o dərman içmək məsələsi, ilk addımın həmişə 0 anı olması. Sonra o fiqurların qapanması. Bəli, qapalı fiqurlarda aralıqların elə ağaclara bərabər olması, ucların birləşməsi və ən sonda bu kəsim hissə fərqləri. Bunlar, bir daha deyirəm, sadəcə quru düstur deyil. Bunlar fəza və zamanı necə qavramağımızla bağlı bizim beynimizin işləmə qanun uyğunluqlarıdır. Tamamilə elədir. Dinləyicimiz yəqin düşünür ki, axı bütün bunlar mənim nəyimə lazımdır. Baxın, bu cür vizualizasiya üsulları sizin beyninizdə məlumat yüklənməsinin qarşısını alır. Növbəti dəfə dərman qəbul edəndə, nəsə bir layihə vaxtı hesablayanda ya da uşağınıza tort kəsəndə, bax bu aha anları gəlib sizin karınıza çatacaq. Bəli, bu çox vacib məqamdır. Amma icazə versəniz, mən lap sonda fərqli, biraz fəlsəfi bir sual atmaq istəyirəm ortaya. Buyurun, təbii ki. Biz bayaqdan bəri həmişə xətti zaman və məkan qaydalarını müzakirə etdik. Yəni, başlanğıcı və sonu olan şeyləri. Bəs qapalı dairəni zamana tətbiq etsək necə? Yəni, saat əqrəbi kimi dairəvi olan, daim təkrarlanan, sonsuz qapanan zaman sikllərində vəziyyət necədir? Maraqlı yanaşmadır. Biz hər il, ayları, hər gün, saatları sayarkən əslində nəyi yaşayırıq? Zamanın özünü, yoxsa sadəcə 2 təkrarlanan hadisə arasındakı o boşluqları, o aralıqları? Əgər zaman qapalı bir fiqurdursa,
bəlkə də həyatımız obyektlərdən yox, elə o boşluqların cəmindən ibarətdir. Vay, bax bu məni həqiqətən uzaqlara apardı. Biz doğrudan da bəlkə o lal sükutları, o fasilələri yaşayırıq. Çox dərin və təhrik edici bir sualdır. Və bu fəlsəfi sualı tam olaraq elə sizin, yəni dinləyicimizin tək başına düşünməsi üçün saxlayıram. Biz artıq təhlilimizin sonuna gəldik. Bizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. Həyatdakı o gözümüzün önündə olan bu qəliz mövzuları, o görünməz boşluqları aydınlaşdırmaq bizim üçün çox zövqlü idi. Növbəti görüşlərədək boşluqlara diqqət yetirin.